Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina, Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ehli beytihi teyyibine tahirinel masumin ve la'nud daimu ala a'daihim ecma'in minel ana ila qiyami yevmiddin. İbadallah usikum ve nefsi bi tekvallah. Əziz və hörmətli möminlər və möminələr, bu mübarək gündə, əzəmətli gündə, cümə günündə özümü və sizi ilahi təqvaya, əməl eləməyə dəvət edirəm. Allah bizi qiyamət günü həqiqi təqvaların sırasında qərar versin inşallah. Cümə günü İmam Zaman əleyhissalamın günüdür. Məxsusdur Həzrət-i Vəli-i Əsr İmam-ı Zaman əleyhissalam. Hədisdə var, kim İmam Məhdinin zuhurunu gözləyə və dünyasını dəyişə, Uhud, Bədir müharibəsində şəhid olan insanların Allah savabını həmən adama nəsib eləyər. Amma əgər həqiqi müntəzir olsa, doğrudan da zamanla imamını gözləsə. Allah inşallah Həzrət Məhdinin zuhurunu təcil eləsin, bir salavat ihsan eləyək. Həzrət Zəhra salamullahi əleyhanın şəhadət günləridir. Noyabr ayının 4-dən 24-ünə qədər. İslam dininin formalaşmağında 3 dənə xanımın müstəsna rolu olub. Üçü də Əhl-i Beyt sülaləsindəndir. Onun biri Xədicə-i Kubra salamullahi əleyhadır. Həzrət Peyğəmbər salavatullahın yoldaşı öz malının qəpiyinə qədər canını, malını Allah Rəsulunun yolunda xərclədi. Xüsusən də müsəlmanlar 3 il Şib-i Əbu Talibdə ki, mühasirədə edirlər. Xanım Xədicə İslam dininin formalaşmağına çox böyük xidmət edən bir fədakar xanımdır. Allah Rəsulu da həmişə xanım Xədicəni xatırlayanda gözləri dolardı. Xanım Xədicə idi ki, dünyasını dəyişən ili Əbu Taliblə eyni ildə, o ili Peyğəmbər salavatullah qəm ili adlandırdı, hüzn ili. Yəni, belə bir xanım idi, xanım Xədicə. Yazırlar ki, Məkkədə olanlar görüblər, o Hira mağarası var, Peyğəmbərə vəhy gələn dağ. Orada çox çətinliklə çıxır hacılar indi də. Hələ indi bu müasir dövrdə biraz düzəldiblər. İndi gör, Peyğəmbərin zamanında oraya çıxmaq nə görə çətin olarmış, hər gün Peyğəmbərə oraya yemək yaparardı. Hər gün. Yəni, belə bir qadın idi, xanım Xədicə salamullahi aleyha. Aleyküməssalam. İkinci xanım ki, İslam dininin bizə gəlib çatmağında, formalaşmağında böyük rolu olan xanım Həzrəti Fatimətü Zəhra salamullahi aleyhadır. Vilayət və imamətin ilk şəhidəsi. Dedi, qoymaram, dedi, Əli ibn Əbi Talibin haqqını kimsə də qəsb eləsin. Gedərdi Mədinədə, qapıları döyərdi. Deyərdi, gəlin bundan himayət eləyin. Gəlin zamanənin imamından beyət eləyin, bunu müdafiə eləyin. İnsanlar tarixən
imamətin qarşısında olan vəzifələrini qismən yerinə yetiriblər. Amma imamın imamətin qarşısında bütün insanların bir dənə vəzifəsi var. O da budur ki, yeri gələndə onu qorumaqdır. İmamı qorumaqdır. İmam Kəbə misilindədir. Xanım Zəhra buyurur, imamət Kəbəyə bənzir. Gərək gedib Kəbəyi təvaf eləyəsən. Kəbə qalxıb gəlməz ki. Xanım Fatimə-i Zəhra imaməti Kəbəyə bənzədir. Deyir, Kəbə Allahın evi gələk insanlar tərəfindən təvaf oluna, qoruna. Eynən imam Xanım Fatimə-i Zəhradır ki, ilk şəhidədir. Vilayətin, imamətin ilk şəhidəsidir. Və üçüncü xanım ki, İslam dininin bizə gəlib çatmağında böyük rolu var. Xanım Zeynəb Salamullah əleyhadır. O şəxsiyyətli xanım. Ziyarətnaməsində var, Əssəlamu aleyki, ya şərikətəl Hüseyn, ya ummul məsaib. Salam olsun sənə ey Hüseynin şəriki müsibətlər anası. Normal vaxtda insan şəxsiyyətini qorumaq asandır. Amma bəlalar ki, insana hər tərəfdən üz gətirir, onda insan özünü qorumaq çox çətindir. O ki, hər tərəfdən sıxıntılar üzünə gəlir. O ki, xanım Zeynəb Salamullah əleyha, 2 oğul, 7 qardaş, ən əzizlər, əsirlik, İmam Səccad Ağadan soruşdular ki, niyə bir belə ağlayırsan? Və siz buyurursunuz ki, şəhadət bizim kəramətimizdir. İmam Səccad Aleyhisselama bir nəfər cavab verdi. İmam Səccad Aleyhisselam həmən sual verənə cavab verdi. Dedi, hələ bugünə qədər dedi, Bəni Haşimdən qız, qadın xaylağı əsir olmamışdı. Əmməm Zeynəbindir, əsarətinə ağlayıram, deyir. Deyilir, ən çətin havaq oldu əhl-i beytə. Deyir, dəxələt Zeynəb ələ İbn Ziyad. Elə ki, deyir, xanım Zeynəb, o cəllallı xanımı gətdilər İbn Ziyadın məclisinə. Onda deyir, böyük bir alim var idi, dedi də əmmaməsini çıxartdı qoydu, dedi də rozaxana, dedi də oxuma buradan belə. Həmən gün axşama qədər deyir, ağladı. Dəxələt Zeynəb ələ İbn Ziyad. Yəni, bu heç müqayisə olunası bir nisbət veriləsidir. Yəni, İbn Ziyad hara, xanım Zeynəb hara. İmam Səccad ağa dedi, əmməm Zeynəbin dedi, əsriyinə dedi, ağlayıram. Bu 3 dənə xanımın İslam dininin formalaşmağında böyük rolu olub, əziz qardaşlar. Bir salavat ehsan eləyək. Bu günlər xanım Zəhra Salamullah əleyhanın Əyyam Fatimiyyə deyirlər. Noyabrın 4-dən inşallah 24-ünə qədər bu günlərdə 2 rəvayət var. Böyük bir dənə alim var idi, Ayətullah Kaşiful Qita. O deyir, mən gecədə kitabları tökdüm, hədisləri axtarayım, görüm bu rivayətin hası düzdür. 2 rəvayət var xanımın şəhadət haqqında. Ona görə bu günləri deyirlər Əyyam Fatimiyyə, Həzrət Fatimənin şəhadət günləri. Deyir, tökdüm kitabları, deyir, gecənin bir vaxtı idi, təhqiqat, araşdırma aparırdım. Gördüm, deyir, anam gəldi, dedi, oğul, olar mı bu kitabları yığışdırasan? Deyir, dedim, anacan, nə baş verdi? Dedi, olar mı, dedi, xahiş edirəm, bu kitabları yığışdı, bu təhqiqatı dayandır. Dedi, olar. Dedi, ana, nə oldu? Dedi, Həzrət Zəhra Salamullah əleyha mənim yuxuma gəldi. Dedi, məgər oğlun narahatdır, bizə, mənə 20 gün matəm tutulur. Subbət ələyyəl məsaibu, ləv subbət ələl əyami, sirnə ləyaliyən. Xanım buyurur, bizə deyir, elə müsibətlər baş verdi, mənə elə müsibətlər baş verdi. O müsibətlər deyir, gündüzə baş versəydi, dözmüv gecə olardı. Belə bir xanımın şəhadət günləridir. Allah Quran-ı Kərimdə bir dənə surə nazil eləyib, Quranın ən xırda surəsidir.
Kevsar surəsi Məkkədə nazil olub. Bismillahirrahmanirrahim. İnna a'teynəkəl kevsar fasalli li rabbikə venhar inna şani'əkə huvel abtar. Bu bir surədir ki, Quranın ən xırda surəsidir. Quranda Allah Teala 4 dənə surəyi inna kəlməsindən başlayıb. İnna yəni biz. Allah biz olaraq xitab edilir. Biri budur ki, İnna fətəhna ləkə fəthən mubina. Fəth surəsinin 1-ci ayəsi. Ya Peyğəmbər, biz sənə açıq-aşkar fəth nəsib elədik. Müsəlmanlar qalib oldular, Məkkəyi fəth elədilər. İkinci Nuh surəsinin 1-ci ayəsi ki, Allah buyurur, İnna ərsəlnə Nuhən ilə qavmihi. Həqiqətən biz Nuhu öz qövmünə göndərdik. İlk ulul əzm Peyğəmbər və Həzrəti Adəmdən sonra bəşəriyyətin ilk atası, Şeyxul Ənbiya, Peyğəmbərlərin ağsaqqalı kimi məşhurdur. Sonra buyurur ki, İnna ənzəlnahu fi leylətil qadr. Biz həqiqətən Qur'anı Qədr gecəsində nazil elədik. Bir də deyir, İnna a'teynəkəl kevsər. Həqiqətən biz sənə Kevsər verdik. Dördünün də bir-birindən bağlılığı var bu ayələrin. Əgər diqqət eləsək, bu 4 dənə ayənin bir-birinə bağlılığı var. Həzrəti xanım Fatimə-i Zəhra salamullahi əleyha elə bir xanım idi ki, rəvayətdə var, Peyğəmbər daxil olanda Peyğəmbərin huzuruna qalxardı. Xanım Fatimə-i Zəhranın ayağına durardı, əllərindən öpərdi və öz yerində əyləşdirərdi. Yəni, xanım Fatimə-i Zəhra salamullah əleyha belə bir məqama sahib olan xanım idi. Allah o yerlərdə ki, əziz qardaşlar, insanları tovhidə dəvət edilir, tək Allahlığa dəvət edilir, orada mən kəlməsindən istifadə edilir. Ənbiyə 92-də buyurur ki, İnnə hazihi ümmətukum ümmətən vahidətən və ənə rabbukum fəabudun. Şübhəsiz ki, bu İslam dini sizin həqiqi dininizdir və mən sizin Rəbbinizəm, mənə ibadət edin. Tovhidə, tək Allahlığa dəvət eləyəndə Allah mən deyə müraciət edilir. Biz deyə yox. Taha 14-də eynən gənə bu cürə buyurur. Bismillahirrahmanirrahim. İnnəni ənəllah. Həqiqətən Allah mənəm. La ilahə illa ənə. Məndən başqa Allah yoxdur. Fəabudini. Mənə ibadət edin. Və əqimis sələtə li zikri. Və məni xatırlamaq üçün, məni yadda salmaq üçün namaz qılın. O yerdə ki, Allah insanları Quranda tovhidə dəvət edilir, mən deyə müraciət edilir. Bir salavat ihsan eləyək. Və yaxud Allah əgər bir işi vasitəsiz görsə, mən kəlməsi işlədir. Məsələn, buyurur ki, Ənə qafurur rəhim. Mənəm mehriban və bağışlayan Allah. İnni qarib. Mənəm bəndələrə yaxın olan. İzə səələkə ibadi ənni fə inni qarib. Ucibu dəvətə daizə dəan. O Bəqərə 186-da deyir ki, Peyğəmbər bəndəm məni səndən soruşsa, dinəm mən yaxınam. Çağıranı eşidərəm, mənə iman gətirsin, məni çağırsın. Amma bəzi vaxtlar Allah öz əzəmətindən və nemətin böyüklüyündən danışanda
biz kəlməsindən istifadə edir, qardaşlar. O ki, bəyə işarə elədik, İnna fətəhna ləkə fəthən mubina. Ya Peyğəmbər, biz sənə açıq-aşkar fəth nəsib elədik. Yəni, bu Məkkənin fəth olunmağı böyük bir neymət idi İslam aləmi üçün. Fəthi gələk Allah nəsib eləyir. Allah nəsib eləməsə, fəth baş verməz. Və yaxud Nuh əleyhissalamın risalətini biz Nuhu göndərdik. Qur'anı biz göndərdik. Və İnna ətəynəkəl kəvsər. Biz sənə Həzrət Fatimə-i Zəhranı bəxş elədik. Yəni, bu neymətin əhəmiyyətindən və Allahın əzəmətindən xəbər verir. Orada inna kəlməsi işlədir. Həqiqətən biz sənə Kəvsər əta elədik. Əgər bir yerdə də iki vasitə ilə görsə Mütəala Allah, orada da biz kəlməsindən istifadə eləyər. Müminin 18-də buyurur ki, və ənzəlna minəs-səmai maən biqədərin fəskənnahu fil-ərz. Həqiqətən biz göydən yerə su nazil elədik və onu yerdə qərar verdik. Yəni, bulud, günəş, buxarlanma. Burada da görürsən ki, Mütəala Allah biz kəlməsindən istifadə eləyib. Orada ki, vasitə ilə iş görür. Bir salavat ehsan eləyək. Bu surədə ki, xırda bir surədir. 3 ayəsi var. İnnə ətəynəkəl kəvsər. Ya Peyğəmbər, biz sənə Kəvsər verdik. Fəsəlli li rabbikə vənhər. Rəbbin üçün namaz qıl və dəvə qurbanı kəs, İnnə şaniyəkə huval əbtər. Həqiqətən o kəslər ki, sənə yaraşmayan sonsuz sözü deyirdilər əbtər, onların özləri sonsuzdular. Bu ki, Həzrəti Fatimətü Zəhra salamullahi əleyhanı Allah Peyğəmbərə hədiyyə elədi, ətiyyə elədi. O, Allahın qeybi xəbərindən, qeybi vədəsindən xəbər verir ki, həyata keçdi. Zuha surəsində buyurur ki, and içir. Və yu'tikə rabbuka fəsəvfə yu'tikə rabbuka fətərza. Dedi, narahat olma. Rəbbin sana elə bir şey əta eləyəcək ki, sən ona razı qalacaqsan. Həzrət Fatimə-i Zəhra salamullah əleyhanın dünyaya gəlməyi Allahın qeybi vədəsinin söz verdiyini sözündən xəbər verir. Yəni, bu onu göstərir ki, Allah nəuzubillah heç vaxt xilaf eləməz o verdiyi sözə. Quranda bir Kəvsər var, bir Təkasur var. Bir dənə surə var Quranda, Təkasur surəsi. Əlhakumut təkasur. Deyir, çoxluqlarından öyündülər. Hətta zurtumul məqabir. Hətta getdilər, qəbirləri də ziyarət elədilər ki, bizim ölülərimiz sizin ölülərinizdən çoxdur. Buna Quran kəsir deyir, kisrət deyir. Amma xanıma Kəvsər deyir. Mümkündür 11 dənə oğlan uşağı gələr, bərəkətsiz olar, aradan gedər, Bəni Ümməyyə kimi. 90 il hakimiyyətdə olarlar, Abbasilər kimi 500 il hakimiyyətdə olarlar və ondan sonralar gələr hakimiyyətdə olar, aradan gedər. Amma Allah bir qız uşağına bərəkət verər, onu Kəvsər eləyər, bərəkətli bir varlığa çevirər, onun vücudundan 11 imam dünyaya gələr və Allah onun da sonuncusunu saxlayar, dünyayı ədalətlə doldurmaq üçün. Bunu Allah Peyğəmbərə nə zaman verdi? Qız uşağını özlərinə utanç bilirdilər. Və izəl muv'idətü suilət bi əyyizən bin qutilət. Diri-diri torpağa basırılan qız uşaqları haqqında soruşulacaqsınız. Hası günaha görə onları öldürdünüz. Allah gətdi Həzrət Fatimə-i Zəhra salamullah əleyhanın vücudunu, bir dənə qızın vücudunu bərəkətli bir bulaq elədi. Ondan 12 imam dünyaya gəldi
və onun nəslindən gələn seyyidlər bugün zalimlərin qabağında dayanıb mübarizə eləyirlər. Bəni Haşim balalar. Həmən Kovsərin, həmən bulağın evlatları bugün meydandadılar yenə. İnna ətəynəkəl Kavsər. Ya Peyğəmbər, biz sənə bərəkətli bir bulaq nəsib elədik. Həzrət Fatimə-i Zəhra. Kimin quz uşağı var evində, onun cənnəti var. Deyirlər, oğlan uşağı neymətdir, qız uşağı rəhmətdir. Allah deyir, neymətdən soruşar, amma rəhmətdən soruşmaz. Allah inşallah bizi Həzrət xanım Fatimə-i Zəhra salamullah əleyhanın vilayətinə etimad edənlərdən qərar versin inşallah. Ayədə Allah Teala Peyğəmbəri fəsəllil Rabbikə vənhər neyməti verəndən sonra deyir, Rəbbin üçün namaz qıl, fasiləsiz və qurban kəs, dəvə qurbanı kəs. Bu onu göstərir ki, əziz qardaşlar, insanın ən xoş günü, ən sevinçli günü onu Allahdan uzaq yox, daha da Allaha yaxın eləməlidir. O gün ki, onun ən şad günüdür. Ona görə Allah Teala Peyğəmbərə ən böyük hədiyyəsini verəndən sonra durmadan deyir ki, ya Peyğəmbər, fəsəllillə Rabbik, Rəbbin üçün namaz qıl. Bu neymətin şükrünü yerinə yetir. Bəzi neymətlər var, onun şükrü gələk namaz və səcdə halında olsun. Həzrət Fatimə-i Zəhra salamullah əleyha elə bir neymət idi ki, Allah Teala fasiləsi olaraq Peyğəmbərə buyurur ki, ya Peyğəmbər, bu neymətə görə namaz qıl və qurban kəs. Qurban kəsməyə dəvət edilir. İslam dini ictimai bir dindir. Əgər bir namaz qılan insanların ictimai problemlərinlə, möminlərin, qonşusunun, ətrafının, dostunun maraqlanmırsa da, onun ibadətinin o həddə də əhəmiyyəti yoxdur. Allah Teala burada Peyğəmbərə deyir, həm namaz qıl bu neymətə görə, həm də ictimaiyyəti də, fəqirləri də unutma. Bir qurban da kəs, onların da halına yetiş. Yəni, ibadət eləyən adamın cəmiyyətlə də gələk bağlılığı ola. Bir həddə. İnsanın insana faydası olmalıdır. Hər nə barədəsə də, əgər bir insanın bir insana faydası yoxdursa da, onun yaşayışının mənası yoxdur. Ona görə Allah Teala Peyğəmbərə buyurur ki, ya Peyğəmbər, o Kovsəri ki biz sənə əta elədik, namaz qıl və qurban kəs. Və başqa bir nöqtə ki, Allah Teala bu surədə bizə incə bir nöqtəyə işarə edilir. O da budur ki, biz gələk şükür eləməyi Allahdan öyrənək. Allah bizə nə cürə deyir, o cürə gələk şükür eləyək. Yox, mənim qəlbim təmizdir, mənim başım təmizdir, mənim ürəyim belədir, mən sizdən də təmizəm. Bu boş-boş sözlərdir, bu şeytanın sözləridir. Bəzi neymətlərin şükürünü gələk biz Allahdan öyrənək. Ona görə də Allah Teala Peyğəmbərə dedi ki, ya Peyğəmbər, bu neymət ki sənə vermişəm, bunun şükürü namazdır. Fəsəllil Rabbik, Rəbbin üçün namaz qıl vənhər və dəvə qurbanı kəs. Yəni, şükürün ən yuxarı həddi göstərmək şəklində olsa səcdə halıdır. Səcdə halı şükürün ən yuxarı dərəcəsidir. Allah inşallah bizi Əyyam-ı Fatimiyyədə Həzrət xanım Zəhra salamullah əleyhanın əzasını saxlayanlardan qərar versin. Əvvəl 3 günü, 4 günü, 4-ündən məsələn
4-ü, 5-i, 6-sı, yaxşı olar ki, möminlər bu günləri həqiqi əza saxlasınlar. O qalan günləri də ki, kim bacarsa, şad məclislərdən çəkinsə nə gözəl. Amma əsas əvvəl 3 gün, sonra axırda 3 gün bunları diqqətli olsaq yaxşıdır. Vilayətin şəhidəsi, yəni insan imamət yolunda ilk şəhid olan xanımdır. Yəni qoymadı əleyhissalamın haqqını tapdalasınlar. Qəbrinin büyün bilinməməyi çox sualların cavabıdır. Niyə gecə dəfn olundu? Qəbri niyə bilinmir? Ya Peyğəmbərin qızı gecə dəfn olundu. Əllami-i Əmini Əl-Qədir kitabının müəllifi. Qəbri Nəcəfdədir, İmam Əleyhisselam hərəmində. Kitab yazıb, Əl-Qədir kitabı. Cildlərləndir. Dedi, and olsun Allaha, and olsun Allaha, and olsun Allaha. Əgər bu elmi işlərim olmasaydı, bu yazılarım, bu kitab yazmağım, imamətin haqqında, vilayəti müdafiə etməyin haqqında elmi işlərim olmasaydı, oturardım, deyir, əlinin qəbrinin kənarında, qiyamətə qədərdir əlinin məzlumiyyətini ağlayardı. Elə bir mühəqqiq, alim, belə bir söz deyir. Yəni, Həzrət xanım Fatimə-i Zəhrə salamullah əleyha belə bir imamətin və vilayətin yolunda şəhidə oldu, şəhid oldu. Allah inşallah bizi dünya və axirətdə Əhl-i Beytin vilayətindən, imamətindən ayrı salmasın inşallah. Allah qiyamət günü bizi Həzrət Fatimə-tü Zəhra salamullah əleyhanın şəfaətinə nail olanlardan qərar versin inşallah. Rəvayətdə var, qiyamət günü hər kəs əyləşər, hər kəs durar. Sanki insanlar bir nəfəri gözdür. Göydən bir səda gələr. Ya əhləl məşər, xuzu əbsarəkum. Ey məşərdə olan, qiyamət səhnəsində olanlar, gözünüzü yumun. Deyir, Həzrət Fatimə-i Zəhra salamullah əleyhə gələr, Peyğəmbərin sağ tərəfində dayanar. Deyir, Peyğəmbər soruşar ki, qızım, bax, bu ümmət hamısı səni gözdürdü, bunlara şəfaət üçün nə gətiribsən? Deyir, xanım Fatimə-i Zəhra əlini salar, deyir, sağ qoynundan bir dənə qanlı köynək çıxardar. Hüseyin ibn Əlinin köynəyini. Allah deyər ki, deyir, bu qiyamətin şəfaətinə yetər də, artar da. Allah inşallah bizi qiyamət günü onların şəfaətindən məhrum eləməsin inşallah. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Vəl-əsr innəl insanə ləfi xusur. İlləl-ləzinə əmənu və amilussalihat və təvasav bil-həq və təvasav bis-səbr. Və selamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil amin. Habibi kulubina, tabibi nufusina, şefi'i zunubina. Abil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Ve ala vesiyyihi ve halifetihi Mevlana ve Mevla'l muvahhidin Emirel Mu'minin Ali ibn Abi Talib ve ala habibetihi Ummul Hasan vel Hüseyin Seyyideti Nisa'il Alemin Fatimetü's Zahra salamullah aleyha ve ala Aliyin Emirel Mu'minin ve ala'l Hasan vel Hüseyin Seyyidi Şebab Ehlel Cenneh ve ala Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed
والحسن بن علي والقائم الحجة المهدي عجل الله تعالى فرجه الشريف أئمة المؤمنين وهمات المستضعفين عباد الله أوصيكم ونفسي بتقوى الله. Əziz və hörmətli möminlər, özümü və sizi yenə ilahi təqviyə əməl eləməyə dəvət edirəm. Allah bizi həqiqi təqvalardan qərar versin inşallah. Haqla batilin mübarizəsi Həzrət Adəm əleyhissalamdan bugünə qədər davam edir. Haqla batilin mübarizəsi. Allah Quran-ı Kərimdə haqqı suya bənzədir. Deyir, haqq su kimidir, batil o suyun üzərində olan kövüklərdir. O kövüklər aradan gedər, amma su qalar. Və yaxud hədislərdə var, Allah haqla batili dağla qara bənzədir. Deyir, haqq olan dağdır, batil olan qardır. Bir vaxta qədər durar, sonra görürsən ki, aradan gedər. Bu, bəşəriyyətin bir dənə qanunudur ki, haqla batil həmişə mübarizədədir. Mübarizə meydanındadır. Peyğəmbərlərin zamanında, Əhl-i Beytin zamanında və başqa dövrlərdə və bu dövrdə. Əgər Nəmruda sual versəydin ki, sənin düşmənin kimdir? Deyəcəkdi İbrahim. Əgər Firona sual versələr, sənin düşmənin kimdir? Deyəcəkdi Həzrət Musa. Əgər Əbu Sufyana sual versəydilər, sənin düşmənin kimdir? Deyəcəkdi Həzrəti Muhammed. Muaviyyə sual versələrdilər ki, sənin düşmənin kimdir? Deyəcəkdi İmam Əli. Bu, tarixin bizə göstərdiyi bir göstəricidir. Quran-ı Kərimdə Allah Teala Yahudilərdən danışır. Onların bir xüsusiyyəti budur ki, onlar həmişə möminlərlə düşmənçilik eləyirlər. Maidə surəsinin 82-ci və 83-cü ayəsində buyurur ki, Allah möminlərin ən şiddətli düşməni müşriklər və yahudilərdir. Yəni, onlar möminlərlə düşmənçilik eləməyə öz aləmlərində and içiblər. Biz möminlərlə, iman əhlindən düşmən olacaq. O, onların birinci xüsusiyyətidir. İkinci xüsusiyyəti budur ki, onlar həmişə iman əhlinə, möminlərə, Peyğəmbərə və onun ardıcıllarına əziyyət veriblər. Onların özləri haqqında bir dənə maraqlı xüsusiyyətləri var, özləri haqqında. Quran onu bizə bəyan edilir, buyurur ki, və qalətil yəhud və nəsara nəhnu əbnaullah və əhibbaih. Yahudilər və xaçpərəstlər dedilər ki, biz Allahın evlatları və onun övliyalarıyıq. Allah bizi istəyir. Quran deyir, siz yalan deyirsiniz, deyir. Cümə surəsində deyir, Ya eyyuhəl-ləzinə hadu, ey o kəslər ki, yahudisiniz, ey yahudilər. İn zəamtum ənəkum əvliyaullah, əgər siz belə güman edirsiniz ki, Allahın dostusunuz, fətəmənnəul-mevt, özünüzə ölüm arzulun. Əgər Allahla görüşmək istəmirsiniz,
Arxasından buyurur ki, və la yetəmənnəvnəhu əbədən. Siz bunu heç vaxt deyil, təmənna eləməzsiniz. Çünki yalan danışırsınız. Özləri haqqında budur ki, biz yer kürəsində Allahın ən sevimli bəndələriyik və Allahın evladlarıyıq. Özlərinə görə bu cürə əqidələri var. Və çoxlu sifətləri var Allah Quran-ı Kərimdə sayır. Və tarix boyu neçə dənə məsələ ilə çalışıblar, müvəffəq olarlar. Biri buydu ki, həmişə müminlərin, iman əhlinin içərisində şayə yaymaqla məşğul idilər. Bədr müharibəsində, Uhud müharibəsində, Bədr müharibəsində bir şayə yaydılar ki, Həzrət Peyğəmbər qətlə yetirildi, öldürüldü. Qutiləl Muhammed. Niyə? İstəyirdilər ki, orada olan insanları ruhiyyədən salalar, mübariz insanları ruhiyyədən salalar. Orada bir sahabə qalıqdı, dedi ki, Peyğəmbər qətlə yetirildi, Peyğəmbərin Allahı da qətlə yetirildi. Biz gəlmişik Allah üçün vuruşmağa. Bir işlərindən biri də budur ki, müəyyən yerlərdə, müəyyən məkanlarda, müəyyən ölkələrdə özlərinə casus şəbəkəsi düzəldərlər. Hər yerdə bunların adamları olar, müxtəlif yerlərdə, müxtəlif məntəqələrdə o vasitə ilə öz işlərini həyata keçirməkdən ötürü. Tarixdə görüblər və indi bugün də o işlə məşğuldurlar. Görürsünüz, necə öz bağladıqları sülhə bir neçə günün içində qarşı gəldilər. Amerika, Donald Trump, nə bilim, axmaq ərəblər, axmaq ərəb ölkələrinin rəhbərləri, o axmaq şeyxlər var. Qonşularında müsəlmanları qətlə yetirirlər, orada bütün dəvələri pişirib yeyirlər və artığını da tökürlər. Ola qiyamət günü o kəslər ki, orada uşağı qətlə yetiriblər, onlardan pis cəhənnəmə daxil olacaqlar. O sülh imzası nə tez aradan getdi. Yenə İsrail, Sihiyonistlər, Sihiyonizm rejimi heç kimə hesab kitab vermədən Qəzzənin, məzlum Qəzzə cəmaatını yenə bombaladı. Təqribən 90 nəfər insan şəhid oldu və nə qədər insan yaralandı. Və bunlar bu işlərinə, bu cinayətlərinə davam edəcəklər. Yəni, bunlara etimad eləmək, inanmaq, böyük inqilabın qurucusu İmam rəhmətlik deyirdi, onlara etimad eləmək, üzr istəyirəm, axmaqlıqdır. Heç vaxt onlara etimad olunmaz. Niyə? Allah Quranda onları deyir, qətələtul ənbiya. Onlar deyir, peyğəmbərləri qətlə yetirirdilər. Allahın peyğəmbərlərini qətlə yetirirdilər. Onlar uşaq öldürməkdən, qadın öldürməkdən, qoca öldürməkdən mi bugün həya edəcəklər? Onlar Allahın peyğəmbərlərini qətlə yetirirdilər. Al-Abidləri, Həzrəti Yəhyanı və başqa Bəni İsraildə olan peyğəmbəri qətlə yetirdilər. Və bugün də o işlərini, öz çirkin hilələrini ölkələrin vasitəsindən istəyirdilər, həyata keçirələr. O ki, Qafqazda və Azərbaycanın 80%-dən çox milləti, xalqı, tarixən müsəlman, Şiə, Əhl-i Beyt tərəfdarı olan Bakıda gətirib 700-800 nəfər Siyonist Avropanın hər yerindən yığıb xaxamların konfransı onların yenə bir dənə çirikli planlarından xəbər verirdi. Ki, deyilənlərə görə, bəzi təzyiqlərə görə təxirə salındı.
Bakıda olmağı təxirə salındı. Ha, nəinki olmayacaq. Hardasa da olacaq. Amma bunun özü bir növ həmi Azərbaycanda olan Əhl-i Beyt dostlarına ehtiram olaraq qəbul olunur. Ki, orada yaşayanların 80%-dan çoxu müsəlman və Əhl-i Beyt tərəfdarlardılar. Və bizim ölkədə də axır bu neçə vaxtlarda olan görüşlər onların hiləli və məkirli planlarından xəbər verir. Yəni, beynəlxalq təşkilatlar acizdir bunların qarşısında. Bəzi Avropa ölkələri üzü qara olmuş bəzi müsəlman ölkələrindən yaxşı addım atdılar bu məsələlərdə. Daha gözəl addım atdılar. Avropa ölkələrində artıq bunların abrı beynəlxalq arenada gedib. Yəni, İsrailin abrı gedib dünya arenasında. İstəyirlər o gedən abrı təzdən bərpa eləyələr. Müəyyən yollarla onu bərpa eləməyə çalışırlar. Müxtəlif ölkələrdə görüşlər təşkil edirlər. Müxtəlif vasitələrlə istəyirlər o gedən abrı təzdən bərpa eləsinlər. Möminlər gələk oyaq olalar. Əleyhissalam bizə bir ölçü verib. Deyir, haqla batilin mübarizəsi olanda düşmən gör oxu has tərəfə atır. Gör düşmənin hədəfi kimdir? Əgər sən düşmənin hədəfini tapa bilsən, eləyə bilərsən haqla batili tapasan. Namaz qılmağımızla çox da öyünməyək. Mən namaz qılıram, oruç tuturam. Şümr 17 dəfə piyada həccə getmişdi. Təlhə Zübeyr Peyğəmbərin ən yaxın səhabələri idi. Olar ki, Peyğəmbərin dövründə ən fəzilətli adamlar sayılırdılar, tarixin ən cinayətkar şəxslərinə çevrildilər. Ona görə sən xəttini müəyyən eləməlisən. Əsas olan o sənin xəttindir. O namaz sənə xətt göstərməlidir. O oruç sənə xətt göstərməlidir. O cümə sənə bir xətt göstərməlidir ki, mən hansı xəttdəyəm? Batilin cəbhəsindəyəm, ya haqqın cəbhəsindəyəm? Şeytanın cəbhəsindəyəm, ya Allahın cəbhəsindəyəm? Bunlar çox mühümdülər. Bunlar təqribən 2 ildir heç kimə hesab kitab vermədən ölkələrə təcavüz edirlər və bütün insanı və dini qaydaların əksinə gedərək bütün qaydaları pozub öz vəhşiliklərini, cinayətlərini bugünə qədər həyata keçirirlər. Ona görə biz gələk bu fitnələrin qarşısında dayanmaqdan ötürü xırda bir şeyləri kənara qov, mehriban, əl-ələ, bir-birimizlə yaxından münasibət quraq ki, ta düşmənin də bizim üzərimizdə olan tamahı inşallah həyata keçməsin. Yəni, düşmən gecə-gündüz çalışır və tamahı var. Xüsusən də o xəttin üzərində ki, o xət bugün dayanıb düşmənin qabağında vilayət fəqih xəttidir. O xət ki, həqiqi mübarizəyi aparan, onu bugün əhl-i sünnət alimlərinin özləri etiraf edirlər. O alimlərə inanan möminlər etiraf edirlər ki, bu neçə illik İsrailin cinayətində bizim yanımızda kim durdu? Bizim yanımızda durdu Yəmən, bizim yanımızda durdu Seyyid Həsən Nəsrallah Hizballah, bizim yanımızda durdu Seyyid Əli Xameneyi, İran İslam Cumhuriyyətinin rəhbəri və onun ordusu və onun generalları. Yəni, budur həqiqət. Onlar ki, həmən Yahudiyə xidmət elədilər, neftlərinlə xidmət elədilər. Biri nefti adlatmaqla xidmət elədi və bugün də onu istəyirlər lider kimi, onları müsəlmanların üzü kimi göstərərlər. Ya qorxaq olacaqsan, ya şücaətli olacaqsan.
Onu demək məsləhət deyil, bunu demək məsləhət deyil. Hər şey gün kimi aydındır. Deyirəm də, o imzalanmış sülhdən heç bir neçə həftə, ay da olmadı. Gənə pozaraq bombaladı. Yəni, bunun imzasız adı yalandır. İstəyir bu xalqı ağ evə yıxsın, istəyir qara evə yıxsın, istəyir boz evə yıxsın, bunları etimad eləmək olmaz. Bunlar cinayətkardırlar. Beynəlxalq aləmində gələk bunların cinayətləri hüquq qarşısında ifşa oluna. Gələk Netanyahu beynəlxalq hüquq normalarının qarşısına çıxa və orada öz cinayətini etiraf eləyə. Ki, mən cinayət eləmişəm. Və ona o işdə kömək eləyənlər. Fərqi yoxdur. İstər müsəlman idi ki, Netanyahunun Əli kimi körpə uşaqlarının qanına batan müsəlmanlar da var ki, orada şərikdirlər. Allah inşallah bizi həqiqi Əhl-i Beyt dostlarından qərar versin. Allah Həzrəti Məhdi Əcəlallahu Teala Fərəcahu Şərifin zuhurunu təcil eləsin. Allah bizi o Həzrətin zuhuruna əhl eləsin. Allah inşallah Həzrəti Məhdinin zuhurunla İslam düşmənlərini nabud, xar, məhv eləsin. Allah inşallah dünyadan gedənlərimizi qəriq rəhmət eləsin. Allah bizə ölənə qədər bu qapıda qalıb, bu qapıda qocalmağı və bu qapıda abırlı, imanlı ölməyi Allah bizə nəsib eləsin. Allah hər birimizə biminnət, halal, ruzi, kəramət eləsin. Allah bu cəmin qəlbində nə istəyi, nə hacəti var, maddi, mənəvi. Allah bugünün hörmətinə, Həzrət xanım Zəhranın hörmətinə qəbul eləsin. Allah xəstələrə şəfa kəramət eləsin. Evladı olmayanlara salih evlad nəsib eləsin. Allah bizi bir-birimizə mehriban qərar versin. Allah bizim rayonumuzu, ölkəmizi, məmləkətimizi yerin göyün bəlalarından hifz eləsin. Allah inşallah gələcəyimizi keçmişimizdən daha da xeyirli qərar versin. Allah boynumuzda haqqı olanların günahlarına qələmi əfv çəksin. Allah inşallah bu məscidi və bu məscidin simasında olan bütün məscidləri əvvəlindən indiyənə qədər qoruyub, saxlayıb, abad eləyənlərin dünya və axirət evlərini Allah abad eləsin. Allah inşallah bizi bir an olsun öz başımıza buraxmasın. Allah bizi bir-birimizin haqqımızda yaxşı düşünənlərdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahu səməd. Ləm yəlid və ləm yulad və ləm yekullahu kufuvən əhəd. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.